Amma indi baxıram ki, maşallah hamının Instagram səhifəsi də var. Yəni zamanə dəyişir, dövr dəyişir, biraz düşüncənizi dəyişin. Yəni harda yazılıbdır ki, Instagram, TikTok, YouTube sırf oğlanlar üçündür, kişilər üçündür. Bu harda yazılıb? Yəni elə bir şey olsa heç qadınlar oradan qeydiyyatdan belə keçə bilməzlər. Düz elə qadınlar var ki, onların adından istifadə edirlər, yoldaşlarının adından istifadə edirlər. Bəzi kişilər də var ki, qız adlarından istifadə edib oğlanlarla tanış olurlar. Pul qopartmaq üçün belə şeylər də olur. Belə, yəni bizdə açıq aydın adımız, şəklimiz görünür. Kişilər üçün olan yalnız əskərlikdir. Gedin sağ-salamat başa vurun, sağ-salamat evə gəlin və qadınların işinə az qarışın. Qadınların da şəxsiyyəti var, öz teritoriyası var. Belə, yəni bəzi yerlərdə yazırlar, qadın nə gəzir, yaxşı qadın nə gəzir TikTokda, yaxşı qadın nə gəzir Instagramda. O sırf belə pis çıxmasın, oğlu dilində deyim, necə deyim ki, yaxşı çıxsın, mədəni çıxsın, özünü buraxanlara aid ola bilər. Yəni bilinir ki, onlar nə üçün o Instagramdan istifadə edirlər, nə üçün TikTokdan istifadə edirlər. Amma bizə aid deyil o. Düzdür, mənə aid belə bir yorumlar yazılmıyıqdır, mənim səhifəmdə yazılmıyıqdır, yazıla da bilməz. Çünki hər şey göz qabağındadır, mənim videolarım, mənim paylaşımlarım görünür nəyə aiddir. Amma ki, oxuduqlarım bəzi yerlərdə olub, indi qızlar da mənim kimi blog vist eləyir, aparır, yazırlar. Yaxşı kişinin qadını nə gəzir filan yerdə. Yaxşı kişinin qadını da yanından qaçmır, getmir, boşanmır. İndiki bir dəqiqə elə vaxtda gəlib çıxmışıq ki, vallah, 17 il ailəli olanlar məsələn də şübhəli davranırlar. Bunlar 17 il içində məsələn boşanmadılar, görəm nə var? Əməl var, cadı var. Qabaqları boşananlara təəccüb edirdik. İndi də boşanmayanlara təəccüb edirlər ki, bunlar görən niyə boşanmırlar? Yəqin arvadı əməllərlə yanında saxlayır ərini. Gülməli bir vəziyyətə gəlib çıxmışıq həqiqətən. Nəsə çox danışdım, çöldə istəyir. Yenə girdim su almağa, amma yorumda yazmışlar ki, butukaları göstərmək olmaz videoda. Səhifəni spam edə bilərlər. Mən istəyim sudan yoxdur, heyif ki, başqa bir şey götürüm. Hal-hazırda köhnə qaldığımız, kirədə qaldığımız evin qabağındakı mağazındayım. Həmişə bura gülürdük. İndi baxıram ki, mənim sinif yoldaşım bura gülübdü işləməyə. Birazdan çəkiş.